Salamlar. Son vaxtlar niyə daha çox yoruluruq? Gəlin bu sualın cavabını tapaq. Ümumiyyətlə son vaxtlar bir çoxumuz eyni cümləni işlədirik ki, bilmirəm niyə, amma çox yorğunam. Elə bir çox iş görməmişəm, amma bugün özümü çox yorğun hiss edirəm. Və maraqlısı odur ki, bu yorğunluq nə ağır fiziki işdən sonra gəlir, nə yuxusuz gecələrdən. Yəni, yuxusuz gecələr olmayıb ki, deyəsən ki, ondan izah olunsun. Hətta bəzən məzuniyyətdən sonra belə deyirsən ki, mən məzuniyyətə getdim, gəldim və keçmir. Yəni, hələ də yorğun olmağa davam edirəm. Və özündən soruşa bilərsən ki, normal yaşayıramsa əgər, çox yorulacaq fiziki aktivliklərim yoxdursa əgər, niyə bəs mən belə hiss edirəm? Çünki bu əslində qalsa bir çoxumuzun başına gəlir və tək-tək rast gəlinən problem deyil, amma səbəbləri oxşardır. Müasir dövrdə, yəni bu kütləvi, kollektiv şəkildə bir zamanlar mənim ələlxüsusda bir çoxumuzun və sənin də bəlkə də hal-hazırda yaşadığın psixoloji bir problemdir. Necə? Yorğunluq nə deməkdir? Əvvəllər insanlar necə olurdu, yorulurdu? Əvvəllər insanlar yorularkən bu özünü necə göstərirdi? Demək, bədən işləyirdi, enerji bitirdi və istirahət edirdi və təzən enerji bərpa olunurdu, təzən davam edirdi və yorğunluq hiss eləmirdin. Amma bugün necə olur? Bugünlər yorğunluq daha bir fərqli və daha mürəkkəbdir. İndi insanlar fiziki hərəkətlə yox, sinir sistemi yüklənərək yorulur. Yəni, bizi yoran şeylər əslində çox aktiv olmağımız deyil, beynimizin davamlı aktiv olmağıdır. Ümumiyyətlə, yorğunluğun növləri fiziki yorğunluq, zehni yorğunluq, beyindən, kognitiv yorğunluq və emosional olaraq yorğunluq. Və son illərdə biz insanlarda bu üçü də eyni anda baş verir. Və statistik olaraq nə baş verir? Son 15 ilin araşdırmaları göstərir ki, insanların bir çoxu və yetkin insanlar təxminən 60-70% özünü xroniki yorğun kimi hiss edir. Və xroniki yorğunluqdan əziyyət çəkdiyini bildirir. Əslində qalsa az rəqəm deyil, 60-70%. Yəni, bu deməkdir ki, hər 3 nəfərdən biri yatıb durub, səhər oyandıqda özünü hələ yorğun olmağa davam, yəni yorğun olaraq hiss edir. Bu, təkcə burnout, yaxud da tükənmişlik sindromu ilə əlaqəli deyil də bu problem. Ən diqqət çəkən fakt isə budur ki, yorğunluq şikayəti olan insanların böyük hissəsində heç bir, və yaxud da elə bir ciddi bir tibbi bir problem tapılmır. Yəni ciddi bir tibbi səbəb tapılmır. Ola bilər ki, D vitamini əksikliyi filan bu kimi şeylər ola bilər. Amma əsas faktorlar, başqa bir faktorlar da var ki, bu nə analizlər, nə MRT, nə də ki qan nəticələrinin tam, yəni təkcə bunlardan olmur. Və insanın gündəlik həyatında yorğunluq şikayətləri var. Dediyim kimi, yəni müəyyən vitaminlərin əksikliyi yarada bilər, amma onu qəbul etdikdən sonra da yenə bu problem aradan qalxmır və beyin tez tükənir və insan beyni əsasən real təhlükəni, əslində qalsa, real təhlükəni aşkar etmək üçün aktiv işləyib öncələr. Amma bugünkü gündə artıq o qədər informasiyanı daşımaq məcburiyyətində qalır. Yəni, daha çox informasiya hücumuna məruz qalır və bugün orta statistik bir insan gün ərzində minlərlə xəbər başlığı görür, minlərlə xəbərlər eşidir, yüzlərlə vizual stimulalar, yəni şəkillər, davamlı scroll edirik biz Instagramda və yaxud da ki TikTokda və yaxud da ki videolarda, reelslərdə və daha çox yaxşı olmalıyam təzyiqi başlayır beyində, müqayisələr başlayır, aktiv analiz, sintez və kognitiv yüklənmə beyinə və beyin fasiləsiz tamamilə işləyir və tamamlaya bilmir. Yəni işləyir və bu daxili gərginlik yaradır, amma cavablarsız sadəcə işləməyə davam edir və axşam insan deyir ki, günün sonunda mən axı heç etmədim bugün və taqətim qalmadı. Hətta divanda oturaraq belə telefona baxmaq bəs eləyir ki, sən yorulasan. Əslində o bütün gün nə olub bu insanda? Müqayisə edib, ölçüb biçib, özünü tənqid edib, gələcəyini düşünüb, amma bunlar səssiz şəkildə şuuraltı səviyyədə edib. Sadəcə bunun fərqində olmayıb həmin an. Və sinir sistemi bu az zaman niyə dincələ bilmir? Müasir insanın sinir sistemi çox vaxt təhlükə rejimindədir. Hətta ətrafda heç bir təhlükə, real bir təhlükə yoxdur, olmasa belə. Gündəlik həyata bədənimiz stres yaradan bir çox kiçik, amma davamlı şeylər var. Yəni
gündəlik həyatımızda nə kimi? Gecikmiş tutaq ki, mesajlar var, cavablar yazmalıyıq, bu bizi gərgin edir. Qeyri-müəyyən gələcək fikirləri var, beynimizi yorur. Dediyim kimi, çoxlu informasiya axını var. Həmişə hazır olmalıyam. Sinir sistemim daim aktiv səviyyədədir. Daha çox məlumatda olmalıyam. Və bütün bunlar hamısı bizim stres hormonu, kortizolun səviyyəsini aşağı düşmür, qaldırır və bədən rahatlaya bilmir. Yuxu səthi olur. Yatırsan, az yatırsan, ya səthi yatırsan, rahat yata bilmirsən. Uzanırsan, bədənin amma istirahət etmir. Səhər durursa yenə yorğunsan və bugünün sonunda hiss etdiyimiz keçici bir vəziyyət deyil əslində qalsa. Davamlı bu vəziyyət, yəni davamlı bir vəziyyətə çevrilir. Emosional yorğunluq görünməyən yük tərəfi burada dediyim kimi fiziki olaraq deyil də emosional olaraq yüklənməyimiz və bu başqalarının belə deyək də, başqalarını başa düşməyə çalışırıq, güclü olmağa çalışırıq və ya da idarəli görünməyə, kontrollü olmağa çalışırıq indiki gün müasir həyatda. Problemləri öz içimizdə saxlayırıq, qeyri-müəyyən vaxta qədər uzadıb bu yorğunluğumuzu görməzlikdən gəlirik, yəni fərqində olmuruq və ignor edirik yorğunluğumuzu və bu görünməz yük ölçülməsə də, görünməzlikdən gəlinsə də, amma ən çox sinir sistemimizi yoranlardan biridir. Və daxildən bizə əsl yorğunluğu hiss elətdirir ki, nəsə yoluna getmir. Və çox vaxt nədən yorulduğumuzu anlamadan bu problemi daha çox özümüzdə dərinləşdiririk. Belə deyim, burada anlaşılmayan hal bədəndə, bu yəni anlaşılmadıqda, həll olunmadıqda bədəndə bir ağırlığa çevrilir. Əsas da səbəb mən gördüyüm sosial şəbəkələr bu yorğunluğu daha da artırır və bu araşdırmalarla da təsdiqlənir. Burada məsələ təkcə vaxt itkisi deyil. Sosial şəbəkələrdə biz təkcə vaxt itirmirik. Həmçinin beynə fasiləsiz müqayisəli siqnallar gedir və beyin davamlı işləyir. Gördüklərinizi siz düşünürsünüz, sadəcə keçirsiniz, amma beyin orada o informasiyanı saxlayır və onları işlədir və deyir ki, hə, hamıda bu var, məndə bu yoxdur və yaxud da nə. Burada yəni rasional analiz getmir də, sadəcə beyin lazımsız zibil informasiya deyək də onunla məşğuldur. Və o beyni məşğul edir, yorur və özünə burada insanda inam azala bilər və yaxud da ki, daxili gərginlik arta bilər, gördükləri, müqayisə etdiklərindən, informasiyalarla. Burada emosional yorğunluq daha da dərinləşir bu zaman keçdikcə həll olunmadıqda. Və mən bu halda necə motivasiyam azalır deyə düşünsən, motivasiya etkisi çox vaxt sadəcə enerji çatışmazlığı və yaxud da təhlükəsizlik ehtiyacının aktivləşməsi ilə bağlı ola bilər ki, beynimiz bunu belə anlayır. Yəni əvvəl özünü bərpa et, sonra inkişaf edərsən. Yəni əvvəl özünə gəl, sonra hərəkət edərsən. Yəni bu vəziyyət əslində tənbəlliyimiz deyil bizim. Sadəcə iradəsizliyimiz də deyil, həmin vəziyyətə girməyimiz. Sadəcə bədənin və beynin biraz dayanmağa, güc toplamağa, bərpa olmağa ehtiyacı var. Burada psixoloji baxımdan çıxış yolları var ki, məsələn, necə sizin əgər bədəninizdə bir iltihab varsa, temperatur artır və sizə bildirir ki, iltihab var, nəsə eləmək lazımdır. Bunun kimi də yorğunluq da deyir ki, sənə siqnal verir ki, mesaj verir ki, nəsə yolunda getmir, bunu düzəltməyə çalış. Və burada özünü də anlamağı dayandır. Bu yorğunluq sən zəifsən demək deyil. Və yaxud da ki, sinir sisteminə mesaj verir ki, sürət azalt, ritmik nəfəs, bədənlə təmas, beyin üçün bunlar təhlükəsizlik siqnallardır. Yəni, o necə sənə o siqnal verir ki, nəsə yolunda getmir, məni sakitləşdirməyə çalış, sən onun üçün sakitləşdirmək üçün nələrsə etməlisən. Nəfəs texnikası və daha çox deməyə çalışma, yəni etdiyin işlərə fokuslan, eyni vaxtda bir neçə iş etməyə çalışma, duyğuların üçün yer aç, duyğularını ifadə etməyə çalış, anlamağa çalış, danışılmayan hisslərin, bədəndə qalan hisslərin, onları anlamağa çalış, nə necə, nə cür və yardım almaq normaldır. Sosial şəbəkələrə girməyi məhdudlaşdırmaq olar. Bu da hal-hazırda get-gedə hal alır, sosial şəbəkələrdən detoks etmək. Əgər son vaxtlar sən də tez-tez yorulursansa, bu demək deyil ki, sən nəyisə bacarmırsan və ya da sən zəifsən. Sadəcə bu deməkdir ki, bədənin səni qorumağa çalışır. Bədən
qoruma rejiminə keçir və psixika səndən diqqət istəyir. Deyir ki, nəsə yolunda getmir, mən bilmirəm necə, amma sən bunu həll etməyə çalış. Və bəzən də ən sağlam addım daha çox yox, daha az yük daşımaqdır. Yəni eyni vaxtda çox yükü götürmək məcburiyyətinə deyilsiniz. Demək, biraz azaldın, kiçik addımlardan irəliləyin. Və sualım, səni necə bəs? Son vaxtlar səni nəsə yorurmu? Psixoloji baxımdan özünü sakitləşdirmək üçün hansı yollardan istifadə edirsənmi? Özünü düzəltmək, özünü anlamağa çalışa bilirsənmi? Özünü oxuya bilirsənmi? Bu cür yorğunluq özünü biraz ələ al, daha güclü ol, toparlan deməklə keçmir. Buna məşğul olmaq lazımdır. Çünki burada problem dediyim kimi iradə deyil, zəiflik deyil. Problem ondan ibarətdir ki, bədən və beyin artıq uzun müddətdir ki, yüklə işləyir və bu artıq ona çox gəlir. Özünü yüklənmiş hiss edir. İnsan bəzən elə yorulur ki, artıq nə istədiyini belə bilmir. Sadəcə ola bilər ki, davam etmək ona çətin gəlir bu vəziyyətdə və oturub dincəlmək istəyir və bu nöqtədə özünü sıxmaq, vəziyyəti düzəltməyəcək, əksinə daha da ağırlaşdıracaq və ya da özünə yüklənmək. Niyə mən bu yorğunluğu ata bilmirəm? Yox da, nə məni yorur ona? Yəni, düzgün suallar və düzgün cavablar tapmağa çalışmaq, düzgün yanaşma etmək və özünə mərhəmətli olmaq və özünü danlamamağı seçmək. Yorğunluğa gələndə bir çox insanın içində dərhal belə bir səs də oyana bilər ki, hey, tənbəlləşmirsən deyəsən, əvvəllər sən belə deyildin, özünə gəl. Və yaxud da ki, başqaları bacarır, sən niyə bacarmırsan? Amma başqalarının nə hiss keçirdiyini, nəyi necə bacardığını, onların da yorulub necə olduğunu bilmirsən sən, sənə verilən görüntüləri görürsən. Və bu səs, deyilən sözlər sənə kömək etməyəcək. Əksinə vəziyyəti daha da gərginləşdirəcək, səni daha da geri salacaq. Çünki reallığı fərqli və yanlış anlaya bilərsən. Özünü də anladıqca bədən təhlükə kimi qəbullanır, sənin davranışları, həyatını. Sanki daxildən hücuma məruz qalırsan, özünə qarşı yüklənirsən və beyin gərginləşir, sinir sistemi daha da sıxılır və yorğunluq daha da dərinləşir. Və dediyim ki, bu sənin zəifliyin deyil, əksinə çox vaxt əksinədir. Sadəcə bunu oxumağa bacarmaq və çalışmaq lazımdır ki, mənə nə mesaj verilir ki, mən bunu anlamıram və görmürəm. Necə temperatur qalxaraq bizə mesaj verilir ki, nəsə eləməlisən hal-hazırda, bədəndə infeksiya var, onun qarşısını almaq üçün. Dərmanlar içirik, su içirik və s. Burada da yorğunluğumuz, bu bizə danışır bizdən.